Özbəkistanın zəngin tarixi abidələri hər il minlərlə turisti özünə cəlb edir. Prezident İlham Əliyevin dövlət səfəri çərçivəsində baş çəkdiyi Buxara şəhəri bu baxımdan xüsusən zəngindir. Maraqlıdır ki, Buxaranı Bakı və Qarabağla bir-birinə bağlayan məqamlar var. Bu məqamlardan həmkarım Vəfa Şəhlayi danışacaq. Buxara dedikdə gözümüzün önündə məhz bu meydan canlanır. Bir tərəfdə məşhur mavi qübbəli Mir Ərəb mədrəsəsi, digər tərəfdə isə şərq memarlığının incisi olan Kalon məscidi. Arxamda isə təbii ki, Buxaranın rəmzinə çevrilən Kalon minarəsi. Buxaraya gəlib, bura gəlməmək təbii ki, olmazdı. Elə Prezident İlham Əliyev də Buxaraya səfəri çərçivəsində bura gələrək abidələrə baş çəkdi. 1127-ci ildə Arslan xanın göstərişi ilə tikilən bu minarə 46 metrdən hündürdür və Buxaranın ən uca tikililərindən sayılır. Daha sonra 15-ci əsrdə Kalon məscidi, 16-cı əsrdə Mir Ərəb mədrəsəsi inşa olunub. Bu mədrəsə müasir dövrdə də İslam alimlərinin yetişməsində mühüm rol oynayır. Onun məzunları arasında Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə də var. Buxara ilə Qarabağı bir-birinə bağlayan bir ad var, Yusif Qarabağı. 17-ci əsrin görkəmli filosofu və alimi Yusif Qarabağı Səmərqənd və Buxarada fəaliyyət göstərib. 1619-cu ildə Buxara hökmdarı Bahadur xan onun şərəfinə kitabxana da tikdirib. Bugün də Yusif Qarabağının məzarı Buxarada yerləşir. Buxara şəhəri demək olar ki, açıq hava altında bir muzeydir. Təsadüfi deyil ki, bu şəhərin əsas hissəsi demək olar tamamilə UNESCO-nun irs siyahısına daxil edilib. Şəhərdə hər addımda bir tarixi abidəyə rast gəlmək olur. İndi qarşısında dayandığım bu abidə isə 16-cı əsrə aid Toki Miyanə darvazasıdır. Gedək görək, bu darvazadan içəridə hansı sirlər var? Toki Miyanə darvazaları əslində böyük bir tarix mədəniyyət kompleksinin sadəcə girişidir. Bu darvazadan içəri girdikdə isə Bahəddin Nəqşibənd kompleksi başlayır. Burada məscid də inşa olunub. 16-cı əsrdə Şeybani Abdullahın dönəmində inşa edilib bu məscid və digər buradakı mədrəsələr. Bir növ Buxara həm də İslam dünyasının elm, irfan və mədəniyyət mərkəzidir. Muzeydə İslam aləminin çox dəyərli eksponatları qorunub saxlanır. Müxtəlif dövrlərə aid eksponatlara rast gəlinir. Xüsusilə diqqətimi çəkən bu böyük Quran kitabı oldu. Əlyazmadır və 19-cu əsrə aiddir. Buxaranın ən qədim abidələrindən biri. Demək olar ki, şəhərin özəyi Ark qalasıdır. Qala eramızdan əvvəl 4-cü əsrdə inşa olunub. Sovet istilası zamanı böyük hissəsi dağıdılsa da sonradan bərpa edilib. Prezident İlham Əliyevi dövlət səfərində müşayiət edən nümayəndə heyətinin üzvləri də qədim tarixi abidə ilə tanış oldular. Buxara ilə Azərbaycan arasında dərin və qədim tarixə malik əlaqələr olub. Təsadüfi deyil ki, Bakıda içəri şəhərdə Buxara adlı karvansaray mövcuddur. Bu isə ondan xəbər verir ki, qədim zamanlardan tacirlər vasitəsilə xalqlarımız bir-birinə bağlı olub. Eyni zamanda mədəniyyətimiz də ortaqdır. Dünən Buxaranın tarixi yerlərini gəzdik, dolaşdıq. Bugün yenə Buxaradayam, amma bu dəfə Azərbaycanda. Bəli, səhv eşitmədiniz. Bura içəri şəhərdə yerləşən 15-ci əsrə aid Buxara karvansarayıdır. Yüz illər ərzində böyük İpək yolu ilə ticarət həyata keçirən özbək tacirlərin yolu bu karvansaradan keçib. Özbək tacirlər bu karvansarada bəlkə də elə burada, bu hovuzun kənarında Azərbaycanlı qardaşları ilə əyləşib, söhbət edib, bir-birinin dərdinə, sevincinə şərik olub. Beləcə, Azərbaycan və Özbəkistan dostluğu min illərin sınağından keçib. İndi isə bax, bu dostluq rəsmi səviyyədə, dövlət səviyyəsində imzalanan sənədlərlə də möhkəmləndirildi. Dostluğumuz əbədi, qardaşlığımız daimi olsun. Vəfa Şəhlayi, Ramin İsmailov, Pərviz Əliyev, ATV Xəbər, Buxara, Bakı.